Sabahların bütün geyimler, kurtkalar üzerine yazılan qiymətdən asılı olmayaraq bu mağazada 20 manat olacaq. Burada bu kurtkalar var, hansı ki üzerine 60 manat, 70 manat yazılmasına baxmayaraq sabahların tək qiymət 20 manatdır. 350 manatda, 450 manatda burada xanımlar üçün şubalar var. Sabahların 20 manat olacaq. Vaxtında gəlin. Videolara sona qədər diqqətlə izləyin. Bəzi adamlar durub bugündən gəlib ki, elə bildim bugündür, elə bildim sabahdır. Xahiş edirəm videonun sonuna qədər izləyin ki, sonra elə bilməyək. Video üzərində qiymət cədvələ qoymama baxmayaraq yenə də bəziləri durub bugünlərdən gəliblər. Sumqayıtdan gələn adamlar var, Binədən gələn adamlar var bugünləri. Baxın, video üzərində cədvəl qoymuşum və cədvəldən də görsəndiyi kimi 26 noyabrda sabahların bütün geyinmədə 20 manat olacaq, 27 noyabrda 15 manat olacaq. Və bu ünvanla düşür aşağı 5 manat bu mağazada olacaq, 4 dekabr tarixində 1 manat olacaq, 9 dekabr tarixində. Və videoları həmişə sona qədər izləyin ki, havalar soyuqdur. Bu soyuq havalarda uzaqdan gəlib elə boş qayıtmayasınız. Bu günlər nə qədər adam gəlib elə boş qayıtdı ki, ay mən elə bildim bugün 5 manatdır, mən elə bildim bugün 2 manatdır. Kommentar hesabı edin ki, o mağazada şuba olarmı? Bəli, sabahların bu mağazada bütün geyinlər 20 manatdır. Şubalar 20 manatdır. Birisi gün 15 manat olacaq, 10 manat olacaq 29 noyabr tarixində. Sabah gəl 350 manatdır, 450 manatdır şubaya 20 manat ver apar. Bu kadar sade, bu kadar rahat.